Salam izleyiciler, növbəti DBBox Rockchip'də Rockchip prosesorda sistemi pozulmuş, yalnız logosu yazılıb qalır. İndi biz bunu yeniləyək inşallah. Deməli, bir DBBox'dan bir modeldən 3 ədəd var. Üçündə də eyni problem, eyni sistem pozulub. Yalnız logosu qalır, açılmır. İndi platasını sizə göstəreyim. RK29Q belə bir 1.3 platası var. İndi digərini göstərim sizə. Burada mən platanın üzərindən, daha doğrusu prosesorun üzərindən radiatoru ayırmışam və burada görürsünüz ki, prosesor RK3228A. Amma platasında nə görürük? 3229Q. Hansı ki, platasına başqa bir versiya prosesor yazılıb. Amma prosesorun üzərinə tamamilə başqa bir şey yazılıb. Düzdür, bir-birinə yaxın olan prosesorlarda, amma bəzi məqamlarda fərqlənə bilir. İndi gördüyümüz kimi uğurla yazılım yazıldı. İndi qoşaq görün bizə nə verəcək nəticəsi. Burada uğurla yazıldığı göstərilir. Buna uyğun proşifika tapmaq çox çətindir. Çünki no-name DBBox'lardır. Platasında başqa versiya, radiatorun altında prosesor, başqa prosesor, yaddaş çipi, Wi-Fi çipi, hamısı müxtəlifdir. İndi DBBox'umuzu ayıraq. Toka qoşaq. İşığı yandı. Proqramımızı bağlayaq, digərini açaq. İşləməyi də qoşaq. Görürsünüz ki, logosu gəldi. İnşallah, gördüyünüz kimi çox sürətli də açıldı. İlkin açılış bu dərəcədə sürətli gözləmirdim, amma çox gözəl. İndi görürsünüz ki, deməli, Tanix'in launcherində bir proşifikadır. Bizə əsas lazımdır ki, Wi-Fi'yi görürmü? Wi-Fi'yə baxaq. Wi-Fi'yi görə bilirmi? Bəli, Wi-Fi çipi ilə uyğun gəldiyinə görə heç bir problem olmadan işləyəcək. Təbii ki, launcheri dəyişdirmək mümkündür. Ən əsası odur ki, DBBox'umuz işlək vəziyyətə gəldi. Deməli, bir platadan 3 ədəd, üçündə də eyni problem. Üçünə də eyni versiya proşifika gedəcək. Və qardaş üçün də xeyirli olsun.